Onu prezident özü bilər. Mən onun vəzifəsini yerinə yetirə bilmərəm. Tək prezidentlik deyil ki bu. O məmurlardır, ən çox eləyən məmurlardır. Əgər prezident deyibsə, значит olmalıdır. Allahın əlindədir hər şey. Nə istəsə onu da eləyər. Prezidenti inanmıram ki, prezident mən başa düşürəm ki, xalqa baxmaq istəyər. Prezident yazıq nə qarşısın, tək adamdır. O, gərək onun özünün vicdanı olar ki, o özü işləsin də. Prezident dersin bir adam da. Məmurlarda insaf varsa bilər, məncə. Yəni prezidentin vəzifəsi odur ki, tənqid eləmək də, işini bilməyəni tənqid eləmək, başa salmaq. Amma mənə elə gəlir ki, mən məmurlardan asılıdır, amma belə görmürəm. İşdən çıxartmalıdır, yerinə başqasını qoymalıdır. O gələn güyə yaxşı işləyəcək ki, onun yerinə. İlham Əliyev hakimiyyətə gələndən bir nəfər bu formada danışıb, nəsə bir çıxış eləyib, nəsə kiməsə bir şiddətli cəza verib. Yox, hansı icra başçısı yandı deyə Binəqədidə yandı, Xətayda yandı, nəyəsə cəzalandırdılar, hansı kiməsə cəzalandırdı. Yox, bu formada olacaqdır. Ona görə də yaxşı cəza tədbiri seçilməyibdir.